Azərbaycanda iri vergi ödəyicilərinin fəaliyyəti iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Məsələn, qanuni lotereya təşkilatçısı Azərlotereya ASC 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyərək ən çox vergi ödəyən şirkətlər arasında 16-cı, qeyri-neft sektoru üzrə isə 6-cı olub. Şirkətin ödədiyi vergi məbləği əvvəlki illə müqayisədə artım göstərib. Azərlotereyanın fəaliyyəti həm iqtisadiyyata töhfə verir, həm də məşğulluğun artırılmasına xidmət edir. Eyni zamanda şirkət idman və sosial layihələrdə fəal iştirak edir. Misli Premyer Liqası başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Qarabağın sosial-iqtisadi inkişafına və əmanətə sədaqət layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır. Lakin lisenziyasız fəaliyyət göstərən Mostbet, Pinup, OneXBet, Betbuta, Online Lotto kimi platformalar qanunsuz yollarla külli miqdarda gəlir əldə edir, vergi ödəmir və dövlət nəzarətindən kənarda fəaliyyət göstərir. Sözgedən əməllər isə cəmiyyətdə haqlı olaraq narahatlıq doğurur. Qanuni və qanunsuz mərc, şans oyunlarını bir-birindən fərqləndirən xüsusiyyətlər nədən ibarətdir? Qlobal Infoza danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, İstənilən fəaliyyət növünün qanuni və qanunsuz olmasının fərqini bir qədər anladaq. Yəni, qanuni şəkildə göstərilən fəaliyyət, o cümlədən də mərc oyunları və şans oyunları dövlətə vergi verir. O subyekt, iqtisadi subyekt kimi nəzərə alınaraq dövlətə müəyyən vergi ödəyir. Digər tərəfdən dövlət həmin fəaliyyətin, yəni indiki halda mərc və şans oyunlarının qaydalarını müəyyən edibdir və qanuni fəaliyyət göstərən mərc və şans oyunların zamanı həmin qanunun müddəaları çərçivəsində fəaliyyət göstərir və həmin müddəaları aşmır. O müddəalarda Azərbaycanda vətəndaşın, cəmiyyətin mənafeyini müdafiə eləməkdən ötürüdür. Yəni, qeyri-qanuni fəaliyyət göstərən şans oyunları birincisi dövlətə vergi vermir, ikincisi də dövlətin o fəaliyyətlə bağlı qəbul elədiyi qanunun müddəalarına əməl eləmir. Çünki o mərc oyunu tutaq ki, qapalı bir şəraitdə, dövlətin bütün nəzarətindən kənar bir şəraitdə fəaliyyət göstərir və burada da cəmiyyət üçün, vətəndaş üçün zərərli fəaliyyət növləri ola bilər. Yəni, bu iki faktor əsasdır. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.